Böyle güzel. Bugün 31 dekabr. Bunları etibar Röşen kardeşimizin doğum günüdür. Biz bu günler geldik ki onu qəbrini ziyaret edək, ailesine başsağlığı verək. Kardeşimiz şəhadətə getmişdi ve aynı zamanda bütün Allah Teala bütün şəhidlərimizin ruhlarını şad eləsin, məkanlarını cənnət eləsin. Amin. Hazır. Çiğdem. Bak aldı durur değil mi? Yanaza getirəm. Allah rahmet eylesin. Allah canı şahitlerimize rahmet eylesin. Allah şəhidlərimizin hamısına rəhmət etsin. Amin. Gözəl qardaşlarımıza da rəhmət etsin. Etibar et sen de. Allah ölenlerimize rahmet eylesin. Allah bütün şehitlerimize rahmet eylesin. Çok sağ olun. Bugünkü günde 31 dekabr hem benim oğlumun şehidimizin ad günüdür. Hem de bütün Azerbaycan Respublikası'nın ad şeydir. Həmrəylik günü. Hamını təbrik edirəm. Allah sizdən də razı olsun ki, bugünkü gündə məni tək qoymadınız. Minnətdarımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eylesin. Allah sabırını versin. Allah rahmet eylesin. Cami şəhidlərimizə Allah rəhmət eylesin. İlgiz buyur sen de. Allah Eyşen kardeşimizin mekanı cennet eləsin, ödü şad olsun. Bugün Murat'a dedi ki, ben hakikaten de bunun doğum günüdür. Yani cennette olan doğum günü mübarek olsun. Amin. Buyur kardeş. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Bugünkü bizim bu yaşamağımızın səbəbkarları bu şəhidlərdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onun da içində erişən olmaq. Bugün Amin. yığışmışıq Etibarın balasının, tək Etibarın balası deyil, o bütün Azərbaycan xalqının övladıdır. Hamımız da dərdinə şərikik. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Amin. Allah rəhmət etsin. Evet sen de. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Elşən qardaşımıza ruhu şad olsun. Bugün mövlududur. Atiyaniyə başsağlığı verir. Bütün əzizlərinə, yaxınlarına. Allah ruhunu şad eləsin. Yerim cənnət qərar versin inşallah. Allah şəhidlərimizə rəhmət eləsin. Ayet var da. Allah Çok sağ olun, sabırını Allah versin razı sizin de. olsun. Allah razı olsun. Allah bugün 31 dekabr bir Elşənin ad günü yok. Bütün şəhidlərin Şəhidlərin. bugünkü gündə hamısının bayramını təbrik edirəm. Bütün onlar hamısı mənim balamdır. Allah onların yerləri nurla dolsun. Hamısı təbrik edirəm. Hamısı mənim balamdır. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Atalar, analara Allah sabır versin. Amin. Amin. Anam buyurun. Allah bütün şehitlerimize rahmet eylesin. Herkes bu sende. Bütün anaların xəyalında dünyaya evlad gətirməkdir. Ələ xüsusda oğul gətirmək, evlad gətirməkdir. Və bugün
ve bizim de anamız hakikaten bir oğul dünyaya getirdi. O oğlun da üzerinde hayallar kurdu, planlar kurdu. O kadar arzuları oldu ki neler edecek evladı için. Ama bilmedi ki oğlu yani şehadet zirvesini fethedecek. Ananın nəzərinə görə, fikirlərinə görə, arzularına görə ananın arzuları yarımçı qalmış hesab olundu. Amma digər baxımdan oğlu böyük bir zirvəni fəth elədi. Ona görə bu gün mən də cənnətdə olan qardaşımızın doğum günü təbrik edirəm. Anaya, ataya gözünü aydın deyim, Allah səbir versin deyirəm və eyni zamanda bütün şəhidlərimizin məkanları cənnət olsun, ruhları şad olsun. Bu da onun orada. Medallar. Həvanı gəlsin, görümlü söz deyəcəm ona. Bu da telefon. Nasıl oğlum önceden çeksin? Ay o sen. Sen düştün. Maşın var ya bayım. Çok mu? Allah hamdülillah rahmet eylesin. Allah canı şahitlerimize rahmet eylesin. Gel. Ekil getir, ekildi. Vakili vermem. Gözden gözden. Vakil de ver. Yok. Çıkarsın gelin lan. Abi gel çıkarsın gelin. Allah canı şaşırtır.
rəhmət olsun. Allah rahmet eylesin, yerin nurla olsun. Bu uşaqla biz çox fəxr edirik. Allah canı sağ olasın. Canı sağ olasın. Allah rahmet eylesin. Bir olmalı uşaq deyil bu. Allah rəhmət eləsin. Qəbrin nurla olsun. Allah rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Allah valideynlərinə, yaxınlarına səbir versin. Ata buyursan da. Allah rahmet eylesin. Allah sizə dəyməsin, sağ olun. Allah, mənim sözüm yoxdur demək. Hamı bayram edir, bu da mənim bayramım. Allah bütün şəhidlərə rəhmət eləsin. Amin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah sən də balana rəhmət eləsin. Nə deyim, onların şəhidçiliyi şərəflidir, şərəfli özüdür. Gözlerine kurban. Zahir senin bir şey değil mi ki? Bütün hanımlarına sağ rahmet eylesin. Hayır. Cennet olsun. Hayattan geldi bir işlere göre geçti. Bir işlere göre. Sesim görmüşüm. Allah rahmet eylesin. Allah bütün şehitlerimize rahmet eylesin. Cennet olsun. Kırın alırız. Buyurun. Otobüs dolun başında gülürdü. Değil de hemen değil. Hanımlarım altını geçirir. İndi elə hamı keçirir. Bütün şəhidlərin ad günüyle həmşəri. İnşallah rəhmət eləsin. İnşallah bütün şəhidlərin hamısına Allah rəhmət eləsin. Mekanlarımıza cennet eylesin. Valideynlərdən Allah həmişə səbr versin. Gözün versin. Allah rəhmət eləsin. Keş bir tane süre sonra ne olacak? Yuhu varmış, yuhu valla. Geber. Yuhu daha Geber her şey. Ha, böyle kapatacak. O da okuyacak, sen de okuyacaksın. Yürü, geçer. Geçer. Her anda bir dua Bizim var. adet eydi, kirçeri. Ben bilmedim, niye Allah'ın salam rahmet olsun sana, imamlara, peygambere, şehtlere. Sorun ben. Çalmalı bir şey Kur'an okuyor. Kur'an'a. Allah'a şükür ha. Başla. Buyur kardeş buyur. Başta gene. Koy bir salavatlar söyle sen Kur'an'ı başla. Olur mu?
İmamların, Peygamberin, Əhl-i Beytin, dünyasını dəyişmiş səhid və səhidələr, mömin və mömin bivarislər, bədvarislər, Kəlbala şəhidlər, Qarabağ şəhidlər, bütün müsəlman şəhidlərin ruhlarına xatir Peyğəmbər vali Peyğəmbər salavatdan yad edəyək. Allahümmə səlli əla Muhammed və ali Muhammed. O kəslər ki, gəlib bizim öyrənlərimizi Quran oxudur, şəhidləri Quran oxudur, ziyarət edir, salam salavat göndərir. Qəbir qazanlar, yuhaqda kömək eləyir, onların dönənlər ruhuna xatir Peyğəmbər vali, Peyğəmbər salavatdan yad edək. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Bütün qəbristanlıq əhlinin, burada olan insanların, hamımızın rücamıza gedənlərin, haqqı boynumuzda olanların ruhlarına xatir Peyğəmbər vali, Peyğəmbər salavatdan yad edək. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Kəlbala qardaş buyursun. اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ذلك الكتاب لا ريب فيه هدى للمتقين الذين يؤمنون بالغيب ويقيمون الصلاة ومما رزقناهم ينفقون والذين يؤمنون بما أنزل إليك وما أنزل من قبلك وبالآخرة هم يوقنون أولئك على هدى من ربهم وأولئك هم المفلحون إن الذين كفروا سواء عليهم أأنذرتهم أم لم تنذرهم لا يؤمنون ختم الله على قلوبهم وعلى سمعهم وعلى أبصارهم غشاوة ولهم عذاب عظيم صدق الله العلي العظيم Amin. Bismillahirrahmanirrahim. Allah la ilahe illa huvel hayyul kayyum. La ta'khudhuhu sinatun ve la nawmun. Lahu ma fil semavati ve ma fil ardi. Man الذي يشفع إنه الله بإذنه يعلم ما بين أيديهم وما خلفهم ولا يحيطون بشيء من علمه إلا بما شاء وسع كرسيه السماوات والأرض ولا يبدهم حفظهما وهو العلي العظيم صدق الله العلي العظيم وصدق رسوله النبي الكريم ونحن على ذلك من الشاهدين والشاكرين والحمد لله رب العالمين سبحان ربك رب العزة عما يصفون والسلام على المرسلين والحمد لله رب العالمين آمين آمين يا رب العالمين ما كان محمد صلى الله عليه وآله وسلم
أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على محمد وآل محمد اللهم نور قلوبنا بالنور القرآن وكفر عنا سيئاتنا بعزة القرآن واشف مرضانا بآيات القرآن وسلم أحيانا بحرمات القرآن اللهم اغفر المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وإلى أرواح المرحومين مغفورين معلومين وبحق نبينا وآله الطاهرين وبحرمة سورة المباركة الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد إلهي آمين. بسم الله الرحمن الرحيم قل هو الله احد الله الصمد لم يلد ولم يولد Allah. İlahi rəhmətullah. Ey Pərverdigara, oxuduğumuz Quranın savabını həm bunlara, həm bizə nəsib elə, qurbanı şad elə. İlahi, bu Rəcəb ayının hörmətinə, Quran-ı Kərimə xatir, öz izzəti cəlalıma xatir, imamlara, peyğəmbər, əhl-i beytə xatir, oxuduğumuz Quranı ilahi qəbul elə, həm bunları, həm bizləri bağışla. Bunların yerin, məkanın cənnətdən qərar ver, bizi doğru yola yönətkinə. Həmişə belə olmalıdır. Quran əhliləri, Quran oxumağı bacaranlar gəlib Quran oxumalıdır. Bir de tartışmalıdır. Allah senin dönenlerine rahmet eylesin. Böyle olmalıdır. O bazı mollalar kimi vızıltıya çıkıyor. Allah sağ olun. Olsun demiş ki. Hakiki değilim değil mi? Yani Kur'an okumak her birimizden olur. Gelsin okusun. Kim başlar? Ne olur? Buyur asla. Ben de o için mollalara çıkıyor. Diyor ya bir şey sözüm olur. Allah yerin cennet eylesin. Allah senin de yerini tebrik ediyorum. Yeriniz cennet olsun. Allah rahmet eylesin. Allah bütün şehitlerimize rahmet eylesin. Amin. Ata-analara Allah sabır versin. Amin.